Səs ən qədim cazibə alətidir. Əslində biz danışanda özümüzü təqdim edirik. Bəzən bir insanı hələ görmürük, amma səsini eşidəndə içimizdə qəribə bir rezonans yaranır. O ton, o ahəng, o axış bizə bir şey deyir. Burada xüsusi bir enerji var. Çünki səs bizim varlığımızın və duyğularımızın görünməyən güzgüsüdür. Səhər günəşin doğuşu quşların nəğməsi ilə müşayiət olunur. Bu səs həm dişilərə mesajdır, həm də digər erkəklərə xəbərdarlıq. Bu ərazi mənimdir. Balinalar okeanda kilometrlərlə uzağa səs göndərirlər. Onların hər səsi bir növ vizit kart kimidir. Fərdiyyəti, gücü və cazibəni göstərir. Şimpanzelerin səs siqnalları, delfinlərin ultrasəs dalğaları və canavarların ulaması təbiətdə cazibənin, birləşmənin və seçimin dilidir. Amma insanın səsi daha mürəkkəbdir. Çünki biz sadəcə siqnal vermirik, həm də öz ruhumuzu səsə yükləyirik. Burada emotional encoding, yəni emosional kodlama prosesi işə düşür. Duyğularımız və düşüncələrimiz səsə kodlanır və qarşı tərəfin beyninə emosional təsir yaradır. Səsin tonu, melodiyası, ritmi birbaşa zehinlə bağlıdır. Elmi araşdırmalar göstərir ki, səsin ritmi beynin dalğa fəaliyyətinə təsir edir. Yəni biz hansı tonda danışırıqsa, qarşımızdakının beyni o ritmə uyğunlaşır. Ona görə də bəziləri danışanda biz sakitləşirik, bəziləri danışanda isə bizi narahat edir. Heç düşündünmü eyni sözü iki fərqli adam bizə deyəndə? Niyə birinə inanırıq, digərinə yox? Çünki sözlər ağızdan çıxır, amma cazibə səsin ruhunda gizlənir. Ona görə bəzən kimsə səni sevirəm desə də, biz sevdiyimizi hiss etmirik. Başqa biri isə sadəcə bir baxışda, bir salamda eyni mesajı bizə daha güclü ötürür. Canlı aləmin hər növündə səsdən istifadə həyati əhəmiyyət daşıyır. Qorillaların sinəsinə döyərək çıxartdığı səs gücün elanı, pələngin nəriltisi qorxunun və cazibənin qarışığı, balaca bir pişiyin miyoltusu isə həm kömək istəyi, həm də cazibə vasitəsidir. Səs burada sadəcə akustika deyil, həyatın enerjisini daşıyan dalğadır. İnsanda səsin cazibəsi çox vaxt fərqinə varmadan işləyir. Danışığın sürəti, pauza, vurğu və intonasiya şuuraltına verilən mesajlardır. Araşdırmalar göstərir ki, dərin və sabit səs tonu insanda güvən hissi yaratdığı halda titrək və dağınıq səs tonu inamsızlıq yaradır. Churchillin sabit səs tonu bir millətin müharibəyə qarşı dözümlülük hiss etdirməsinə səbəb oldu. Martin Luther Kingin ritmik səsi milyonlarla insanda rezonans yaratdı. Obamanın pauzaları ümid verdi. Amma eyni zamanda Hitlerin ritmik nitqləri səsin manipulyasiya gücünü də göstərir. Azərbaycanda isə Rəşid Behbudovun səsi milli kimliyin cazibəsini daşıyırdı. Bu səbəbdən liderlərin, natiqlərin və hətta satış ustalarının səs üzərində çalışması təsadüfi deyil. Yəni səsin tərbiyəsi və idarə olunması cazibənin çox mühüm amilidir. Bəs sənin səsin insanlara hansı mesajı ötürür? Güvənmi, qorxumu, yoxsa başqa bir şeymi? Ən əsası odur ki, səs təkmilləşdirilə bilən bir bacarıqdır. Müğənnilər, natiqlər və liderlər səsin üzərində işləyərək gücləndirərlər. Çünki səs sadəcə təbiətin verdiyi hədiyyə deyil, şuurla cilalanan bir alətdir. Zehnin sakitləşəndə, nəfəsin dərinləşəndə, duyğuların təmizlənəndə səsin də gücü artır. Bu məqamdan atdan faydalana bilərsiniz. Çünki zehnindəki blokları, şuuraltı qorxuları təmizlədikcə səsin də dəyişir. Sən səsini sıxan, boğan, psixoloji düyünləri açdıqca səsinin tonu daha aydın, daha təbii və daha cazibədar çıxır. Əslində səs şuuraltının səsi kimi işləyir. Nat isə bu səsi azad etmək üçün ən qısa yoldur. Əgər səsin qorxudan deyil, güvəndən, süni maskadan deyil, daxili azadlıqdan yaransaydı, necə bir dünyada yaşayardın? Səsin cazibəsi sadəcə eşitmək üçün deyil, hiss etmək üçündür və həyat bizə göstərir ki, cazibədar insanlar sadəcə yaxşı danışanlar deyillər. Onlar səsinin arxasındakı güc və həyat enerjisini daşıyanlardır. Əgər sən də bu gücü özündə oyatmaq istəyirsənsə, indi əsl vaxtıdır. Unutma ki, sənin səsin azadlığın, gücün və yeni həyatın açarıdır. Fikirlərin çox dəyərlidir.